Ya Allah, Bismillahirrahmanirrahim. Esselamu aleyküm, əziz mümin bacı və qardaşlar, hörmətli izləyicilər. Bir izləyicimizin xahişi ilə bağlı bir dua paylaşacağıq bugün. Bu dua hansı problemlə bağlıdır? Deməli, izləyicimiz nə yazır? Oxuyaq. Salam. 2 il öncə anam vəfat etdi. Anam vəfat edəndən sonra 2 ildir ki, bacı və qardaşlarımız bir-birinə düşmən olub. Bir-birimizlə danışmırıq. Hətta iş o yerə gətirdi ki, bacımla qardaşımın biri əlbəyaxa davaya çıxdılar. Qardaşım bacıma əl qaldırdı. Ola bilər ki, anam vəfat edəndən sonra ailə bağlarının qırılmasından baş verə bilər. Amma biz sehirdən şübhələnirik. Şübhələnirik ki, gəlinlərimizdən biri əvvəldən də bizlə yola getməyən, birliyimizi istəməyən gəlinimiz həmən yas mərasimində, yəni anasının yas mərasimində bizə cadu etmişdir. Yəni bu xanım belə başa düşdüm ki, şübhələnir ki, yəni yas mərasimində ümumi yeməyə içməyə nəsə qatılıb, yedirdilib bunlara, bu bacı qardaşlar bir-birinə düşmən olub. Yəni boş yerə deyil, şübhəsi baxdırıb edib yəqin ki. Belə bir cadular da var, yəni yeməyə içməyə qatılır ki, o yeməkdən, içməkdən yeyənlər bir-birinə düşmən olsun. Xüsusilə bu belə kütləvi mərasimlər zamanı, toy və yaxud hüzur mərasimi zamanı edirlər bunu, ailənin yaxınları, yəni mətbəxə əli girən insanlar. Şübhələrində haqlı ola bilər, amma digər bir ağlabatan fikir də vardır ki, ana öləndən sonra bacı qardaşlar bir-birindən bağları qopub. Hər ehtimala qarşı indi bu xanım da və belə bir problemlər yaşayan insanların da qəlbindən bu şübhə qalxsın deyə nə etmək lazımdır? Yəni bu məsələ artıq caduluq deyil. Cadu olsa belə təmizlədim deyə biləcəkləri, bu problemdən əmin olacaqları, həllindən əmin olacaqları bir duanı paylaşaq. Ər-arvad, bacı qardaşlar arasında olan ayrılıq üçün. Ər-arvad və yaxud qardaşlar, bacı qardaşlar arasında, yəni edilmiş sehri batil etmək üçün bu ayəti kərimələri şəfran ilə, yəni zəfəran ilə təmiz bir kağız üzərinə yazıb, sehrə uğrayan insanların hamısına 21 gün içirilməlidir Allahın izni ilə. Yazılacaq ayələr budur. Gördüyünüz kimi uzun bir şey deyil. Zəfərana gül suyu qatırsınız. Müşk ehtiyac yoxdur. Qatsaz lap gözəl. Günün istənilən vaxtında yazıla bilər. Quran-ı Kərimdən sırf yazılan ayələr, surələrə vaxt məsələsi yoxdur. Günün istənilən vaxtında yazıla bilər. Təmiz A4 vərəqi götürürsünüz. Zəfəran gül suyu qatırsınız. Vacibatı budur, yəni zəfəran gül suyu. Onunla burada gördüyünüz ayələri yazırsınız. Skrin edin, götürün. Yazdıqdan sonra 21 gün kifayət edəcək qədər su götürürsünüz. Təmiz qabda təmiz su götürürsünüz. Onun içinə qoyursunuz. Burada problemli bir tərəf odur ki, dua böyük dua deyil, yazılması çətin bir dua deyil. Problemli tərəf odur ki, küsülü tərəfləri içirmək. Yəni biri başqa yerdə qalır, biri başqa yerdə qalırsa, digər tərəfə bunu 21 gün içirmək məsələsidir. Ən gözəl üsulu belə bir duaları edərkən səhərlər ac qarnına içirməkdir. Özünün xəbəri olsa, lap gözəl ki, 21 gün ard-ardı içsin, içərkən ara vermək olmaz. Yox, ola bilər indi özünün xəbəri olmasın, evdən, ailədən, uşaqdan kimsə bu xeyrül əməli etməyə çalışsın, yeməyini, içməyinə də qata bilər. Allah hər kəsi mehriban eləsin, Allah heç bir aliyə sehir cadüzü göstərməsin, Allah mərdum azarları bizlərdən uzaq eləsin cümləmizdən. İnşallah, amin. İzlədiyiniz üçün çox sağ olun, bəyənməyi unutmayın, abunə olmağı unutmayın. Allah əmanət olun.